Azərbaycanda ortopediya sahəsində ən çox rast gəlinən problemlərdən danışaq. Nələrdir, doktor? Ən çox müraciət edilən? Çünki təcrübənizdə kifayət qədər bu cür müraciətlər olur. İndi ən çox problemlər diz və buz çanaq oynağı, digər oynaqların artrozlarıdır, böyüklərdə. Daha yayılmış formadadır. Gənc yaşlarda daha çox təsadüf olunur bunlar. Əvvəllər daha yaşlı insanlarda görürdük, amma indi daha getdikcə cavanlaşır bu xəstəlik. Ən çox gördüyümüz, icra etdiyimiz əməliyyatlar və gördüyümüz xəstəliklər bu oynaq problemləridir. Bir uşaqlarda serebral iflicə bağlı vətər sümük problemləridir. Bu da indi aktual, yəni ən çox gördüyümüz xəstələrdəndir. Bunun da səbəbləri, əslində bu oynaq problemlərinin səbəbləri ən çox artıq çəkidir. Birinci olaraq. Yaralı yerə toxundunuz. Çünki analarımızın əksəriyyəti mətbəxdədirlər. Və bişirirlər, düşürürlər. Deyirsiniz ki, artıq çəki oynağı sıradan, yəni diz problemləri. Oynağın yüklənməsi ən böyük səbəblərdən biridir. Digər səbəblər də var, ən böyük səbəblərdən də biri o artıq çəkinin çox olmasıdır.